Beynəlxalq Down sindromu günü ilə əlaqədar flashmob keçirilib. Qayğı Sağlam Nəsil namlı İctimai Birliyin nəzdində fəaliyyət göstərən Down sindromlu şəxslərin reabilitasiya mərkəzinin uşaqları maraqlı flashmob təqdim ediblər. Beynəlxalq Down sindromu günü ilə əlaqədar keçirilən tədbir paytaxtdakı ticarət mərkəzlərindən birində təşkil olundu. Flashmobda 20-yə yaxın uşaq iştirak edib. Bildirilib ki, tədbirin əsas məqsədi Down sindromlu şəxslərin cəmiyyətə sosial həyata inteqrasiyasının nə qədər böyük əhəmiyyət kəsb etdiyini insanların diqqətinə çatdırmaqdır. Down sindromu 1866-cı ildə İngilis həkimi John Down'un şərəfinə adlandırılıb. Beynəlxalq Down sindromu gününün qeyd olunmasının tarixi də təsadüfi seçilməyib. Belə ki, məhz cütlüyün nömrəsi və xromosomlarının miqdarı nəzərə alınaraq Beynəlxalq Down sindromu günü hər il martın 21-də qeyd olunur. Ramiz İdrisoğlu, Elmar Abilov, Famil Acalov, Carçı.